Bəzi insanlar niyə gələcəkləri üçün planlarının olmadığını hiss edir? Bəzi hallarda bu hiss uzun müddət sadəcə sağ qalmaq rejimində yaşamaqdan yaranır. Əgər insan uşaqlıqda qeyri-sabitlik, davamlı stres, travma və ya daim qeyri-müəyyənlik içində böyüyübsə, onun enerjisi gələcəyi planlamağa yox, daha çox bu günü keçirməyə gedir. Gələcək üçün plan qurmaq insanın özünü təhlükəsiz hiss etməsini və ümidli olmasını tələb edir. Amma hamı bunu hər zaman hiss etmir. Zaman keçdikcə insanın beyni daha çox indiki, nəzarət edə bildiyi şeylərə fokuslanır. Əgər həyat əvvəl çox qarışıq və çətin olubsa, uzaq gələcək haqqında düşünmək ya real görünməyə bilər, ya da mənasız gələ bilər. Buna görə də bəzi insanlar böyüyəndə həyatları üçün aydın planlarının olmadığını hiss edir. Bu o demək deyil ki, onların arzuları və ya məqsədləri yoxdur. Sadəcə onlar əvvəlcə həyatda qalmaqla məşğul olublar. Plansız hiss etmək o demək deyil ki, insan bacarıqsızdır. Bəzən bu sadəcə o deməkdir ki, o insan xəyal qurmağa, araşdırmağa və sabit bir həyata inanmağa fürsət tapmamışdır.